Heç fikirləşmisinizmi ki, bəlkə də uğurlu investorların bildiyi, amma çoxlarının fərqində olmadığı gizli bir bazar ritmi var. Bugün biz məhz o sirrin üstünü açacağıq. Söhbət bazarları hərəkətə gətirən iki böyük qüvvədən gedir. İqtisadiyyatın öz dövrü və pulun axını. Deməli, əsas sualımız budur. Çoxları üçün bazarlar gündəlik xəbərlərin, siyasi hadisələrin və qiymət eniş-qalxışlarının yaratdığı tam bir xaos kimi görünür. Bəs əgər bütün bu səs-küyün altında əslində proqnozlaşdırıla bilən bir nizam, bir dövr varsa, gəlin birlikdə baxaq. Baxın, investorların əksəriyyəti məhz burada səhv edir. Onlar diqqətlərini gündəlik səs-küyə yönəldirlər. Xəbər başlıqları, analitiklərin şərhləri, qısa müddətli dəyişikliklər. Bunlar sadəcə dalğalardır. Əsl sirr isə okeanın öz dərinliyindəki axınları, yəni əsas siqnalları tutmaqdır. Bu siqnallar isə biznes dövrləri və qlobal pul axınlarıdır. Yaxşı, gəlin bu məsələni sadələşdirək. Bütün bu mürəkkəb görünən bazarları əslində bir-biri ilə sıx bağlı olan iki fundamental qüvvə idarə edir. Birincisi, real iqtisadiyyatın sağlamlığı, yəni onun ürək döyüntüsü. İkincisi isə maliyyə sistemində dövr edən pulun miqdarı, yəni qlobal pul seli. Bu iki qüvvə birləşərək bazarların əsas istiqamətini müəyyən edir. Gəlin birinci qüvvədən başlayaq. Bəs real iqtisadiyyatın bu ürək döyüntüsünü, onun sağlamlığını biz necə ölçə bilərik? Xoşbəxtlikdən bunun üçün çox etibarlı bir göstərici var. Bu göstərici ISM indeks adlanır. Hər ay yüzlərlə böyük şirkətin satın alma menecerləri arasında bir sorğu keçirilir və onlardan soruşulur. İşlər necə gedir? Qayda isə çox bəsitdir. Əgər indeks 50-dən yuxarıdırsa, deməli iqtisadiyyat böyüyür. Yox, əgər 50-dən aşağıdırsa, deməli iqtisadiyyat daralır. Bu qədər sadə. Və bu indeks bizə iqtisadiyyatın 4 mərhələli dövrünü aydın şəkildə göstərir. Genişlənmə dövründə ISM 50-dən yuxarıdır, hər şey əladır. Zirvəyə çatanda xərclər artır, mərkəzi banklar faizləri qaldıraraq iqtisadiyyatı soyutmağa çalışır. Bu, daralmaya gətirib çıxarır, ISM 50-nin altına düşür və nəhayət dip nöqtəsində mərkəzi banklar iqtisadiyyatı canlandırmaq üçün bazara pul buraxmağa başlayır və dövr yenidən başlayır. Baxın, əsl maraqlı məqam məhz budur. Real iqtisadiyyatın göstəricisi olan ISM indeksi ilə fond bazarının barometri olan S&P 500 arasında demək olar ki, mükəmməl bir sinxron hərəkət var. Biri qalxanda o biri də qalxır, biri enəndə o biri də enir. Bu təsadüf ola bilməz. Bu, iqtisadiyyatla bazarın bir-birinə necə möhkəm bağlandığını göstərir. Peşəkar investorları digərlərindən fərqləndirən məqam da məhz budur. Onlar ümumi ISM rəqəminin yaxşılaşmasını gözləmirlər. Onlar indeksin içindəki yeni sifarişlər kimi qabaqlayıcı göstəricilərə baxırlar. Yeni sifarişlər artmağa başlayırsa, bu o deməkdir ki, bir neçə aydan sonra bütün iqtisadiyyat canlanacaq və onlar bazara hər kəsdən əvvəl daxil olurlar. İndi isə keçirik ikinci, bəlkə də müasir dövrdə daha da güclü olan qüvvəyə. Burada söhbət birbaşa pulun özündən, onun miqdarından və axınından, yəni qlobal likvidlikdən gedir. Bu rəqəmə diqqətlə baxın. 2008-ci il böhranından bu yana dünyadakı ümumi pul kütləsi hər il orta hesabla 8% artıb. Bu o deməkdir ki, hər il sistemə daha çox və daha çox pul daxil olur. Bu da bizi debasement, yəni pulun dəyərdən düşməsi anlayışına gətirir. Bu nə deməkdir? Yəni pul o qədər çox olur ki, onun alıcılıq qabiliyyəti real aktivlərə, yəni daşınmaz əmlaka, səhmlərə, qızıla qarşı azalır. Məhz buna görə də evlərin və səhmlərin qiyməti çox vaxt rəsmi inflyasiyadan qat-qat sürətlə artır. İndi isə gəlin hesablayaq, bu bir investor olaraq sizin üçün nə deməkdir? Hər il 8% pulun dəyəri itir, üstünə də təxminən 3% rəsmi inflyasiyanı gəlsək, bu o deməkdir ki, sərvətinizin sadəcə yerində sayması üçün siz hər il ən azı 11% gəlir əldə etməlisiniz. Bu çox ciddi bir rəqəmdir. Və bu əlaqə təsadüfi deyil, riyazi bir reallıqdır. Baxın, qlobal likvidliyin, yəni bazardakı pulun miqdarının texnologiya səhmlərindən ibarət Nasdaq 100 indeksi ilə korrelasiyası 93%-dir. Bitcoin ilə isə 84%. Yəni, sistemə pul daxil olanda bu aktivlərin qiyməti qalxır, pul çıxanda isə düşür. Bu qədər sadə bir asıllıq var. Yaxşı, hər şey aydındır. Anladıq ki, sistemə dayanmadan pul vurulur. Bəs əsas sual. Niyə? Bu daimi pul artımının arxasındakı səbəb nədir? Bunun üçün gəlin sistemin mühərrik otağına, onun necə işlədiyinə baxaq. Bilirsiniz, bir ölkə iqtisadiyyatını böyütmək üçün cəmi 3 yolu var. 3 dənə mühərriki var, başqa variant yoxdur.
Birincisi, əhalinin sayı artmalıdır. İkincisi, mövcud əhalinin məhsuldarlığı artmalıdır və üçüncüsü, borc götürmək. Problem də məhz burada başlayır. Bu qrafikdə gördüyünüz kimi, Qərb dünyasında və digər inkişaf etmiş ölkələrdə 10 illiklərdir ki, bu mühərriklərdən ikisi demək olar ki, artıq işləmir. Nə əhali artımı əvvəlki səviyyədədir, nə də məhsuldarlıq artımı. Yaxşı, əgər ilk iki mühərrik dayanıbsa və iqtisadiyyat böyüməzsə, sosial problemlər yaranacaq. Belə olan halda hökumətlərin əlində iqtisadiyyatı hərəkətdə saxlamaq üçün yeganə bir alət qalır. Daha çox borc götürmək və bu borcla iqtisadi aktivliyi süni şəkildə stimullaşdırmaq. Və 2008-ci il böhranı hər şeyi kökündən dəyişən o qırılma nöqtəsi oldu. O vaxta qədər borclanma əsasən özəl sektorun işi idi. Amma banklar çökəndə onların zəhərli borclarını dövlətlər, yəni mərkəzi banklar öz balanslarına götürdülər. Və o gündən etibarən sistem tamamilə dəyişdi və dövlət tərəfindən idarə olunan likvidlik dövrü başladı. Nəticədə isə sistem elə bir dövriyyəyə girib ki, dayandırmaq mümkün deyil. İqtisadiyyatı ayaqda saxlamaq üçün borc alınır, köhnə borcları ödəmək üçün daha çox yeni borc alınır və bütün bu prosesi maliyyələşdirmək üçün mərkəzi banklar dayanmadan pul çap edir. Bu, özünü bəsləyən bir mexanizmə çevrilib. Yaxşı, bütün bu məlumatları bildik. Bəs bir investor olaraq bunun bizə nə faydası var? Gəlin indi bütün bu bildiklərimizi birləşdirərək, praktik bir alətə, bir növ investor təqviminə, bir almanaxa çevirək. Bu sistem əsasən hökumətlərin borc cədvəlinə görə işləyir və bu da bizə təxminən 4 illik bir dövr, yəni bazar fəsilləri yaradır. Tıpqı təbiətdəki kimi. Məsələn, 2022-ci ili qış kimi düşünə bilərik, 2023 yaz oldu, 2024-cü ildə isə biz artıq yay fəslinə daxil oluruq. Hər fəslin özünə məxsus xüsusiyyəti var. Qışda, yəni 2023-ci ildə pul bahalaşır, likvidlik azalır və aktivlərin qiyməti düşür. Yazda, yəni 2023-cü ildə likvidlik yavaş-yavaş bazara qayıdır, aktivlər dibi görür və qalxmağa başlayır. Yayda, yəni hazırda içində olduğumuz dövrdə likvidlik axını güclənir və aktivlərdə güclü bir bahalaşma müşahidə olunur və nihayət payızda likvidlik pik həddə çatır və bazarda həddindən artıq nikbinlik, yəni euforiya yaşanır. Yəni, bütün bu təhlilin yekun nəticəsi nədir? O da budur ki, biz hazırda dövrün ən maraqlı mərhələlərindən birinə, yəni yay fəslinə daxil oluruq. Bu, adətən likvidliyin artdığı və aktiv qiymətlərinin də buna paralel olaraq yüksəldiyi bir dövr deməkdir. Amma bir şeyi heç vaxt unutmaq olmaz. Heç bir yay əbədi deyil. Bu dövrün sonunda qaçılmaz olaraq payız, ardınca isə yeni bir qış gələcək. Əsas sual budur ki, siz bu dövrləri anlayaraq növbəti fəsil dəyişikliyinə, növbəti qışa indidən hazırsınızmı?